Salam. Mərkəzi qaçma təcili mövzusunun testlərinə baxaq. Test 1. Mərkəzi qaçma təcilinin istiqaməti soruşulur. Bildiyimiz kimi, mərkəzi qaçma təcili istənilən nöqtədə çevrənin mərkəzinə. Yəni, burada cismin təcili deyil. Sadəcə çevre hərəkətdə bu təcil mərkəzi qaçma təcili adlanır və çevrənin mərkəzinə 1D. Mərkəzi qaçma təcilinin düsturu bu omega kvadratı R-dir. Mərkəzi qaçma təcili burada V kvadratı bölək R-dir. Üçüncüdə mərkəzi qaçma təcili 4pi kvadratı bölək T kvadratı bıraq R. Mərkəzi qaçma təcili omega V Y variantı. Mərkəzi qaçma təcili, yəni bu düsturları kitabdan da tapa bilərsiniz. Omega V, omega yerinə 2pi M bölək T. B variantı düsturları yaxşı öyrənmək lazımdır və bunu işlədikcə düsturları da tapa bilirsiniz. Mərkəzi qaçma təcili deməli 2pi NV. Mərkəzi qaçma təcili 2pi bölək T vuraq V. Mərkəzi qaçma təcili 4pi kvadratı N kvadratı R. Yəni, eləcə mərkəzi qaçma təcili soruşulur. Təcil də desə, yenə mərkəzi qaçma təcilidir. Verilmiş radiuslu dedikdə R konstantdır. Onda A bərabərdir V kvadratı bölək R ilə gedirik. C-dır, AV ilə kvadratikdir. Sonra 11-ci sual. Verilmiş radiuslu yenə R konstantdır. A bərabərdir omega kvadratı R ilə gedirik. Bu da kvadratikdir D. Deməli, bucaq sürətinin sabit qiymətində A bərabərdir omega kvadratı R ilə gedilir. A R-lə düz mütənasibdir. Düz mütənasib E və periyodun sabit qiymətində yenə düzdür. Periyodun sabit qiymətində A bərabərdir 4pi kvadratı bölək T kvadratı vuraq R-lə gedilir və burada A R-lə düzdür, C-dir və burada V-miz 12-dir, bu V-dir, bu da R-dir. A bərabərdir V kvadratı bölək R-lə gedirik. 12 vur 12, 12'nin kvadratını 12 vur 12 kimi yazaq, bölək 6. 2 vur 12 bərabərdir 24. E-dir. Xətti sürət, deməli, A bərabərdir V kvadratı bölək R. V bərabər kök altda AR. V bərabər kök altda AR. C-dir. Bucaq sürəti A bərabərdir omega kvadratı R-dən. Omega bərabərdir kök altda A bölək R. A bölək R. Bu da A-dır. A nöqtəsində təcil. Yenə elə bu mərkəzə qaçma təcildir və A nöqtəsində. Çevrənin mərkəzinə doğrudur. A. İki versiz çaşdırıcı. A nöqtəsini sağda veribdir. Amma fırlanma oxunu sol tərəfdə qoyub. Biraz çaşdırıcı kimi qoyubdur. Amma yəni A nöqtəsində deyir. Sonra 18-ci sual. A nöqtəsində təcil indi isə sağ olacaq çevrənin mərkəzinə. Ümumiyyətcə, trayektoriyacı bərabər sürətlə hərəkət edir. Burada sürətin modulu sabitdir. Təcillə, yəni çevrə üzrə hərəkət, əyrixətli hissə təcillidir. Yəni, burada mərkəzi qaçma təcili var. Təcillə hərəkət edir, bərabər sürətli, deməli, əyrixətli bərabər sürətini götürürük. AB və CD-ni. Amma təcili sıfıra bərabərdir, bərabər sürətlidir, düz xətli hissəni götürürük. DA ilə BC, DA, BC, BC, DA, A variantı. 21-ci suala baxaq. R radiusu bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili omega V-nin yerinə 2pi R bölək T qoyuruq. Bu da D-dir. Yenə omega V-dir, 2pi NR qoyuruq V-nin yerinə. Sadəcə bax, R-i
Biz buraya getirsek 2 pi ener vuraq omega olur. 23-cü sualı 36 kilometr bölək saatı metr bölək saniyə çeviririk. Bunu artıq düz xətli hərəkətdən bilirik. Yəni 36-nı vururuq 1000-ə, 1000 metr bölək 3600 birbaşa 18-də 5-ə də vura bilərsiniz. 10 metr bölək saniyə edir. Və V'miz 10 metr bölək saniyədir. R'miz də 100 metrdir. A bərabərdir V kvadratı bölək R. Onun kvadratı bölək 100, 100 bölək 100 bərabərdir 1. Cavab A. Burada omega kvadratı R düsturundan gedirik. Omegamız 10'dur. R'imiz 0.5'dir. A bərabərdir omega kvadratı R. Onun kvadratı 100. Buraq 0.5 belədir. 50 A variantı. Radiusu 50 cm olan çevrədə mərkəzi qaçma təcili tezlik verilib. A bərabərdir 4pi kvadratı n kvadratı R. 4 bıraq pi'miz neçədir? Pi kvadratını verib 10. N'imiz 2'dir, 2'nin kvadratı 4. R'imiz 50 santimetrdir. Bu da 0.5 metr edir. 50 santı bərabərdir 0.5 metr. Bıraq 0.5'ə. Elə 4'ü 0.5'ə vursaq 2'dir. 2'də və 4'ün 8, o da 80 elədir. Cismin mərkəzi qaçma təcili bu perioddur, yəni böyükdə edir. A bərabərdir 4pi kvadratı bölək t kvadratı vuraq. R düsturundan istifadə edirik. Pi kvadratımız yenə 10'dur. 4 vuraq 10 bölək. T'miz 4'dür, 4'ün kvadratı 16 vuraq R'imiz 1'dir. Bula ixtisar 7, 2 onda 5. Bu da E'dir. 27'də mərkəzi qaçma təcilini hesablayın. A bərabərdir 4pi kvadratı n kvadratı R'dir. Çünki bu da bizim R'imiz var. N'imiz var. Pi kvadratımız 10'dur. 4 bıraq 10. N'imiz 5'dir. 5'in kvadratı 25'dir. Bu da 1'dir. 4 dəfə 25'in 100. Bu da 1000 edir. Bərabərdir 1000. Yəni testlər çox rahat, hamısı düsturla həll olunur. Çevrənin radiusunu tapın. Periyoddur bu. Bu mərkəzi qaçma təcilidir. Pi kvadratıdır. Yəni A bərabərdir 4pi kvadratı bölək t kvadratı vuraq R. Buradan da t kvadratı bərabərdir 4pi kvadratı bölək R. 4pi kvadratı R bölək A. Bölək A bərabərdir 4 bölək 10. R'imiz verilmişdir. Və radiusu tapın. Biz radiusu tapmalıyıq buradan. Deməli AT kvadratı 4pi kvadratı R'dir. AT kvadratı bölək 4pi kvadratıdır. A'mız neçədir? 10. T kvadratımız neçədir? 9. 4 bölək 10. İxtisar 7. 9 bölək 4. 2'den %25. Y variantı. 72 kilometr bölək saat sürətlə bu 20 metr bölək saniyə edir. Bu bizim omegamızdır. Bu V'dir. 72 kilometr bölək saat, o da 20 metr bölək saniyə edir. Burada A bərabər omega V düsturundan getməliyəm. 5 dəfə 20'nin 70 yox 20. Elədir 100. Cavab 100'dür. Radiusun A bərabərdir 4pi kvadratı bölək n kvadratı R'dən. Bu bizim n'imizdir. A'mızdır. 4pi kvadratı n kvadratı R'dən. R bərabərdir A bölək 4pi kvadratı n kvadratı. A'mız 200'dür. 4 bıraq pi kvadratımız 10'dur. Bıraq n'imiz 2'dir, 2'nin kvadratı eləyir 4. Deməli, nağdı burada 0'ın 1'ini ixtisar eləyək. Burada da 5 bölək 4 qalır. 1,25. Omega kvadratı R'dir. Bu omegadır. Bu da R'dir. Mərkəzi qaçma təcili. Deməli, onda omega kvadratı R.
10'un kvadratı 100 vuraq 1 bərabərdir 100. Deməli B'dir. Radiusu bu da mərkəzə qaçma təcili çevrənin radiusunu tap, bu V'dir. Bu da A'dır. Deməli A bərabərdir V kvadratı bölək R üstünü seçməliyik. R də bərabərdir V kvadratı bölək A. Bərabərdir V'miz 6'da 6'ın kvadratı 36 bölək 60. Və 0,6. Burada C. Bu tangens, yəni bilirsiniz bunun Y oxunun X-ə nisbəti tangens, X-dəkinin Y-ə nisbəti kotangensdir. Yəni ümumiyyətcə belə bir Y-X oxu çəksək, həmişə Y-dəki kəmiyyətin X-dəki kəmiyyətə nisbəti tangens alfa, X-dəkinin Y-dəkinə nisbəti kotangens alfadır. Və dövlətmə tezliyini tapın. A bərabərdir 4pi kvadratı n kvadratı R. N'in bizə özü lazımdır. N kvadratı bərabərdir A bölək 4pi kvadratı R. 1 bölək 4pi kvadratı A bölək R. A bölək R bizə verir tangens alfanı. N kvadratı bərabərdir 1 bölək 4pi kvadratı bıraq tangens alfa. Deməli kök alsaq n bərabərdir 1 bölək 2pi kök hatta tangens alfa. Tangens alfa bölək 2pi'ye. Kök hatta tangens alfa bölək 2pi. B variantı. İki maddi nöqtə radiusları R2 bərabərdir 3R1 olan çevrələr üzrə bərabər sürətlə hərəkət edir. Onların mərkəzə qaçma təcilləri eyni olduqda tezlikləri. Deməli biz burada 34-cü sualda A bərabərdir 4pi kvadratı. Bunda arada olur belə. 4pi kvadratı n kvadratı R düsturunu seçməliyik. Deməli deyir ki mərkəzə qaçma təcilləri eynidir. Yəni A konstantdır, belə deyək. A konstant olanda biz R ilə N arasında münasibət tapmalıyıq. Deməli N kvadratı bərabərdir A bölək 4pi kvadratı R. Onda N bərabərdir kök hatta A bölək 4pi kvadratı R. Yəni 4pi kvadratını kökdən çıxarda bilirəm. Mən çıxartmıram. Mənə A ilə N ilə R lazımdır. Bu kök altı tərsdir. Yəni N1 bölək N2 kök hatta R2 bölək R1. R2'miz 3R1'dirsə N1 bölək N2 3R1 bölək R1. Bunlar ixtisara gedəndə kök altda 3. N1'imiz kök altda 3 N2'dir. N1 bölək kök altda 3 N2 C variantı. Və 35'də dövlətmə periodu hansı ifadə ilə təyin olunur? Deməli elə düstur seçməliyəm ki A, R və T olsun. Bu bizim bildiyimiz 4pi kvadratı bölək T kvadratı vuraq R'dir. A bərabərdir 4pi kvadratı bölək T kvadratı vuraq R. Buradan biz T kvadratını tapsaq 4pi kvadratı R bölünsün A. Yəni T bərabərdir kök alsaq 2pi kök altda R bölək A'dır. Və R'in A'ya nisbəti kotangensdir. Yəni R bölək A kotangens alfadır. T bərabərdir 2pi kök altda kotangens alfa. Və çevrə üzrə bərabər sürətlə hərəkət zamanı bucaq sürəti hansı ifadə ilə təyin edilir? A'nın R'dən asıllığında A bərabərdir omega kvadratı R. Omega bərabərdir kök altda A bölək R. A bölək R deməli tangensdir. Bu da kök altda tangens alfa. Deməli burada niyə kök altda tangens alfadır? Çünki deməli A bölək R'miz tangens alfa idi. A bölək R'miz tangensidir. Və A bölək R'miz niyə tangensdir? Çünki bu Y oxudur riyaziyyatda, burada X oxudur.
Yəni y-dəki kəmiyyətin x-dəki kəmiyyətə nisbəti bizə verir tangens alfanır. Çevir bərabər mərkəzi açma təcilinin xətti sürətdə, yəni A-nın V-dən asılılığı verilib. Radiusu tapın. Yəni A bərabərdir V kvadratı bölək R, R bərabərdir V kvadratı bölək A. Bunun ixtiyari birini kvadratı yüksəldib təcilə bölməliyəm. Tutaq ki, 4-ü kvadrata yüksəltsəm, bərabər 4-ün kvadratı 16 bölək 32, 0,5. 0,5 metr. Bucaq sürəti deməli A bərabərdir omega kvadratı R-i seçməliyəm. R də bərabərdir A bölək omega kvadratı. İndi isə A-nı bölürəm 4-ün kvadratına. 32-ni bölürəm 16-ya. İndi isə 2. Bu bizim 38'imiz idi. 39-cu test. Verilmiş radiuslu cismin dövətmə tezliyi artdıqda periyod azalar. Tezlik artdıqda periyod azalar. Çünki T bərabərdir 1 bölək N-dir. Bunu bilirik. Birinci başlıqdan bilirik. Yəni çevrənin birinci başlığından. Bu tezlik artdıqda, yəni N artdıqda T azalar. Azalar, azalar, azalar. 3 variantda var. Və xətti altdan çəkməliyik, üstdən yox. Və periyod azalar A bərabər 4pi kvadratı N kvadratı R-dir. A isə artar. Azalar artar. A variantında oldu. Periyod və A. Deməli, cismin dövətmə tezliyi azaldıqda T bərabərdir 1 bölək N 4pi kvadratı N kvadratı R. Yəni periyod azaldıqda A azalar, T artar. T N-lə tərsdir, A kvadratı ilə düzdür. N azaldıqda bu N-dir. Azaldıqda artar, azalar. C. Çevrəcə bərabər sürətli hərəkətdə V-nin modulu sabitdir. Bax, bu səhvdir. Bu səhvdir, bu səhvdir. V-nin və A-nın modulu sabitdir. Bizdə bucaq sürəti, yəni omega soruşulur. Təbii ki, A, V, omega olan düsturu seçirəm. A bərabərdir omega V. Omega bərabərdir A bölünsün V. Deməli, A-nın V-yə nisbəti bu Y-dir, bu da X-dir. Bizə verir tangens alfanı. Tangens alfanı A variantıdır. Və sonra 43-cü sualda tezlik A bərabərdir omega V olanda 2pi N V-ni seçirəm. Çünki A, V var. Burada R olanda 4pi kvadratı N kvadratı R olmuşdu. İndi isə 2pi N V-dir. N bərabərdir A bölək 2pi V. 1 bölünsün 2pi, A bölünsün V. A bölünsün V bizə verir tangens alfanı. A bölünsün V verdi tangens alfanı. 1 bölək 2pi tangens alfa. Tangens alfa bölək 2pi. Tangens alfa bölək 2pi. Burada hansı nöqtədə bucaq sürəti ən böyükdür? Deməli, biz düsturu seçməliyik. A, R, omega olsun. Buradan omeganı tapsaq, omega kök altda A bölək R-də artıq bunu biz bilirik. A bərabərdir omega kvadratı R-dən çıxır. A bərabərdir omega kvadratı R-dən çıxır bu. Və bizə deyir ki, bucaq sürəti ən böyük olsun. Bu böyük olması üçün böyük. Kəsin sürətinin ən böyük olması üçün surətin ən böyük, mərkəzin isə ən kiçik. Bu surətə daha yaxın, yəni yuxarı. Burada isə sola, sol yuxarı 2 nöqtəsidir. Bucaq sürəti ən kiçik, yəni omega bərabər kök altda A bölək R. Bu ən kiçik olması üçün ən kiçik. Bu kəsin sürəti ən kiçik. Mərkəz isə ən böyük olmalıdır.
Deməli, bu aşağı ilə bura isə sağ. 5 nöqtəsi. Mərkəzi qaçma təcilinin xətti sürət və mərkəzi qaçma təcili arasında oxşar və fərqli cəhətləri Eyleven diaqramında tapın. Modulca sabitdir. Hər ikisi bir ortaya getdi. Çevrəyə toxunan xətti sürətdir. İstiqaməti dəyişir hər ikisində. Bunu əyani dərslərimizdə demişik. Əyani dərslərimizə qatılan şagirdlər bilir ki, hər an istiqamətini dəyişirlər. Omega kvadratı r-dir. Mərkəzi qaçma təcili omega r-dir, xətti sürət. Deməli, 1, 5, 2, 5, 4, 1, 3. A. Açar sözlərdən istifadə etməklə dolduraq. Çevrə və vəsətli hərəkət təcilli hərəkətdir. 1. Biraz bu açar sözləri qaçışıq ola bilir. Bu təcil normal yaxud mərkəzə qaçma təcili adlanır. 4. Burada normal, yəni perpendikulyar mənasındakı normaldır. Təcilin modulu sabit qalır. 2. İstiqaməti isə verilmiş nöqtədə çevrənin mərkəzinə doğru, yəni sürət vektoruna perpendikulyar olmaqla çevrənin mərkəzinə doğru yönəlir. 1, 4, 2, 5, 3. 1, 4, 2, 5, 3. 1, 4, 1, 4, 2, 5, 3 var. D-dir. Lövhəni pozaq. Hansı ayrıcılıqla açar sözlərdən istifadə etməklə mətni tamamlamaq olar? Deməli, çevrə və vəsətli hərəkətdə cismin təcili mərkəzə, çevrənin mərkəzinə doğru 4. Xətti sürət isə toxunan boyunca 3. Radiusu r olan çevrədə t periodu ilə hərəkət edən cismin xətti sürəti 2πr bölək t. 6. Mərkəzi qaçma təcili isə 4π kvadratı r bölək t kvadratı. 5. İfadəsi ilə təyin olunur. Bu düsturlardan göründüyü kimi verilmiş radius çevrə isə bərabər sürətlə hərəkət zamanı xətti sürət deməli dövətmə periodu ilə tərs 1. Kvadratı ilə tərs. Periodun kvadratı ilə tərs 2 mütənasibdir. Deməli 4, 3, 6, 5, 1, 2. 4, 3, 6, 5, 1, 2. A. Yenə də açar sözlər də oyunu çətəsi var burada. 62. Açar sözlər 49-cu sualda. Çevrə və vəsətli hərəkətdə cismin təcili xətti sürəti isə təcili yenə mərkəzə 4. Xətti sürəti isə toxunan 3. Radiusu r olan çevrənin üzrə n dövətmə tezliyi ilə hərəkət edən cismin xətti sürəti 2πn, mərkəzi qaçma təcili 4π kvadratı n kvadratı r təyin olunur. Bu düsturlarla göründüyü kimi verilmiş radius çevrə və vəsətli hərəkət zamanı xətti sürət tezliklə düz 1, mərkəzi qaçma təcili isə kvadratı ilə, tezliyin kvadratı ilə düz 2 mütənasibdir. Deməli burada 4, 3, 5, 6, 1, 2, 4, 3, 5, 6, 1, 2, C. 50-ci sual. A nöqtəsindən saat əqrəbi istiqamətində Eylevendir. Sürətin istiqaməti şarqlaşır. Deməli, hərəkətə başlayan cisim Eyleven, B nöqtəsində, C nöqtəsində. Sürət şarqıla aşağı yönəlibdir. B nöqtəsində 1.
Sürət şərqli yuxarı yönəlibdir. 2. Təzinin istiqaməti üfüqi sola yönəlibdir. Deməli, C-də sağa, B-də sola. Yenə bura 3 getdi 1-ə. 1, 3, 2. Bu getdi bura 4 getdi sağa. C nöqtəsinə. Sürət və təzim vektorları 90 dərəcə arasında bucaq həmişə. Deməli 5 getdi ortaya. Bu nöqtə sürətin istiqaməti CV-yə toxunandır həmişə. 6 getdi ortaya. Deməli 1, 3, 2, 4, 5, 6, 1, 3, 2, 4, 5, 6 bu variantı. A nöqtəsindən sağa dəqiqəvi istiqamətində bu fırlanır. B və C nöqtələrində bunun variantları o tərəfdədir. Deməli B aşağıdadır. C də yuxarıdadır. B aşağıda, C yuxarıda. Və bu hansı istiqamətdə? Saatın 51'də saat istiqamətində. Yuxarıda da saat istiqamətində idi. İndi yenə saat istiqamətindədir. Deməli, saat istiqamətindədir. B yuxarıdadır. C aşağıdadır, düzdürmü? Bir də baxaq buna. Yox, tərsinədir. C yuxarıdadır. Bura B'dir. Bura C'dir. Demək, sürət sola yönəlib. C nöqtəsində. Burada B, burada C. 1 bura getdi. Sürət sağa yönəlib. B nöqtəsində. Sürət sola yönəlib. Sola. B nöqtəsində. Sürət sağa yönəlib. C nöqtəsində. Təcil aşağı yönəlib. C nöqtəsində. Təcil yuxarı yönəlib. Yer dəyişmə kökətdə 2 yerdə. Hər ikisində. Çünki 90 dərəcə və 270 dərəcədə. Bu da 5. Təcillə sürət vektor arasında bucaq 90 dərəcədə hər ikisində. 1, 4, 2, 3, 5, 6. 1, 4, 2, 3, 5, 6. Y variantı. Radiusu 2M olan çevrə boyunca bərabər sürətli hərəkətdən 20 saniyə müddətində 80 metr yol getmişdir. Mərkəzləşmə təcilini tapın. Deməli, A bərabərdir. Bunun 20 saniyədə 80 metr yol gedibsə, bu T'dir, bu da S'dir. L olsun. V'ni tapaq. L bölək T düsturundan. V'miz bərabərdir. Bərabərdir. 80 bölək 20 bu 4'dür. Onda A bərabərdir V kvadratı bölək R. 16 bölək 2, 8, Y. Çevrəcə bərabər sürətli hərəkətdə A və B maddi nöqtələrin mərkəzləşmə təcilləri bərabərdir. Periyodları, yəni A'lar eynidir. A bərabərdir 4pi kvadratı bölək T kvadratı. Vuraq R. Burada A'lar eynidirsə T kvadratı bərabərdir 4pi kvadratı. R bölünsün A'ya. T deməli R ilə kök 6 mütənasibdir. Çünki T kvadratı R ilə düzdür. R ilə kök 6 mütənasibdir. Ona görə TB bölək TA bərabərdir 4R bölək R. Kök altda 4R bölək R. 2 TB bərabər 2TA. Dövr etmə tezliyi deməli A bərabərdir 4pi kvadratı N kvadratı R'dən. N kvadratı bərabərdir A bölək 4pi kvadratı R. N ilə R kök 6 tərsdir. Deməli N bərabərdir A bölək 4pi kvadratı R kökün altında. Ona görə də N1 bölək N2 kök altda
R2 bölək R1'dir. N1'imiz neçədir? 4. A nöqtəsinin tezliyi 4'dür. 4 bölək N2 bərabərdir. 4R bölək R. Buradan çıxdı 2. Və N2'miz də 2'dir. 2 ters mütənasibdir. 2'dir. Bu dəqiqə əqəbi mənim bu konspektlərimdə, əvvəlki nəşrlər kitablarımda var. Bunları qeyd etmişəm. Burada söhbət nədən gedir? Elə bu düsturu götürsək ki, A bərabərdir 4P kvadratı bölək T kvadratı vuraq R. A T'nin kvadratından tərsdir, R ilə düzdür. Yəni A dəqiqə bölək A saat. Dəqiqə əqəbinin uzunluğu radiusdur bölək R saat əqəbinin uzunluğu vuraq. Tərsdir periodun kvadratından T saat bölək T dəqiqənin kvadratı. R dəqiqə bölək R saat. Saat əqəbi dəqiqə əqəbindən 2 dəfə qısadır. Yəni R saat bərabərdir R dəqiqə bölək 2. Deməli dəqiqə əqəbi 2 dəfə uzundur. 2R saatdır. Bu 2'dir. T saat bölək T dəqiqənin kvadratı. Bu da 12'dir. 12'nin kvadratı. Yəni saat əqəbimiz 12 saatdır. Dəqiqə əqəbimiz 1 saatdır. 2 bıraq 144. 288. A saniyə bölək A dəqiqə eyni qayda ilə getsək. Yəni R saniyə bölək R dəqiqə vuraq T dəqiqə bölək T saniyənin kvadratı, yəni düsturunu dedim bayaq. Çünki A bərabərdir 4Pi kvadratı bölək T kvadratı vuraq R'dir. Bərabərdir R saniyə bölək R dəqiqə 1/5'dir. Vuraq T dəqiqə bölək T saniyəmiz isə 60'dır, 60'ın kvadratı. Bu da 1/5 vuraq 3600. 5400 və nəhayət 57-ci sual. Bu da 1. Çevrə bərabər sürətli hərəkətdə periyod 4 saniyədir. Periyod 4 saniyədirsə bu hər aralığı 1 saniyədə keçir. Yəni 1, 2, 3, 4, 5, 1 və 5-ci saniyə, 6, 7, 8. Bax, belə döv edir. 7-ci saniyədədir. Mavi nöqtədə sürət və təcil. 7-ci saniyədə burada olur. Yenidəndən sürət V, təcil isə mərkəzə A. Sürət sola, təcil yuxarı B. Yəni A dedim, təcil A'dır. Yuxarıdır, amma cavab B'dir. Mavi nöqtə deyir, çevrə hərəkət edir. A nöqtəsində xətti sürət 1'dir. Bax, belə gəldi, toxunandır 1'dir. Mərkəzi qaçma təcili 3'dür. 1, 3, 1, xətti sürət 1, mərkəzi qaçma təcili 3 istiqamətlə yönəlmişdir. 1, 4. 1, 4. O nöqtəsindən keçən fırlanan disk üzərində istiqamətlərin qiymətləri fərqlidir. Bu, növbəti mövzuda əslində qayışlı birləşmə iç-içə çevrələr. Burada deməli fərqli olanlar təcil idi. Periyod tezlik, bucaq sürəti eyni idi. Yolla təcil fərqli idi. Deməli 1, 5. Eyni olanlar da periyod tezlik, bucaq sürəti. Deməli tezlik, döv etmə periyodu, bucaq sürəti 2, 3, 4. 61-ci sual. Yəni bu növbəti qayışlı birləşmədə buna aid testlər çoxdur. Yəni həmən mövzudandır bu. Mərkəzi qaçma təcilini hesablayın. Bizim R'imiz 80 santidir, 0.8 metrdir. Böyük T'miz 4'dür. A bərabərdir 4Pi kvadratı bölək T kvadratı vuraq R. 4 vuraq 10 bölək 16 vuraq 0.8. 4 vuraq 8. 0.8 ona vurdum, 8 elədi bölək 16. Bu da eləyəcək 2. 18 kilometr bölək saat bizim V'mizdir. Bunu da 18'də 5'ə vururuq. Elə 5 metr bölək saniyedir. 5 metr bölək saniyə. Bu V'dir.
V'miz 5 bölü saniyedir. Bu da n'dir. A beraberdir 4 pi kvadratı n kvadratı eğer 4 bırak pi kvadratımız pi'miz 3'tü. Bunu 9 götürək pi kvadratına. N'imiz 3'tü. Bu da 9'du kvadratı. Eğrimiz ise biz omega v ilə getməliyik. 2 pi n v ilə getməliyik. Burada bu üstüdən yox. Omega v, omega yerine 2 pi n v ilə gedirik. Yəni 2 vuraq, 3 vuraq, 3 v'miz də 5'dir. Elə 2 də 5'imiz 10'dur. Bu da 90'dır. Cevap 90 metr bölü saniye kvadratı. Diqqətinizə görə minnətdaram. Ümid edirəm ki, videolar faydalı olar.